Salam, hər vaxtınız xeyir, əziz tələbələr. Mən Magistrol Tədris Mərkəzinin informatika müəllimi Ülkər Əlizadə. Bu videoda sistem qovluqlarının ekranda yerləşdirilməsi və onların piktoqramlarının dəyişdirilməsi haqqında danışacağıq. İlk olaraq başlayaq. Sistem qovluqları hansılar idi? 5 əsas sistem qovluğumuz var. Network qovluğu, Control panel, Recycle bin, yəni zibil qutusu, ZIS-PC və User qovluğu. Bəs bunlara niyə sistem qovluğu deyilir? Çünki əməliyyat sistemi yüklənən zaman içində gələn qovluqlardır, təməl qovluqlardır, hansı ki, kompüterin parametrlərinin tənzimlənməsində istifadə olunur bunlardan. Bu 5 qovluq mütləq kompüterdə olur. Ola bilər ki, siz əməliyyat sistemini yükləmişsiniz, lakin ekranda bunları görə bilmirsiniz. Ekranda görə bilməməniz o demək deyil ki, əməliyyat sisteminin tərkibində yoxdur. Var, sadəcə göstərilmə aktiv deyil. Bunun üçün nə edirik? Baxın, o 5 sistem qovluğunu bildiniz. Sağ düyməni vururuq, ekranın kontekst menüsü açılır. Personalize əmrinə daxil olduqda, burada Temps bölməsi var. Temps bölməsinə kliklədik. Aşağı gəlirik. Desktop Icon Settings var. Yəni, desktopdakı ikonların parametrlərin tənzimlənməsi. Baxın, görə bilirsiniz hal-hazırda birinci bölmədə 5 dənə bu sistem qovluğunun 5-nin də adı var. Və bu 5 dənənin adının da qarşısına işarələr qeyd olunub. İstəyirəm ki, kompüterlə network qovluqları görünməsin. Və yaxşı, Recycle bin də görünməsin. Bunların qarşısındakı işarəni ləğv edirəm. OK, kliklədim. İndi ekrana diqqət etsəz, artıq həmin qovluqlar yoxdur. Gördünüz, sadəcə qaldı Control panel və User qovluğu. Digər 3 dənəsi gizlədildi. Bu əməliyyat sistemindən silindi demək deyil. Sadəcə ekranda göstərmək istəmirəm. Personalize daxil olaq, gəlin onları geri gətirək. Neynədir? Temps bölməsinə klikləyirik. Desktop Icon Settings'ə daxil oluruq. Computer, Network, Recycle bin. OK-yi vurub ekrana geri gətiririk. Həmin qovluqlar gəldi, düşdü ekrana. İndi isə piktoqramlarının dəyişməsindən danışaq. Bilirsiniz ki, bu 5 dənə sistem qovluğunun sadəcə kontrol panelin piktoqramını dəyişmək mümkün deyil. Baxaq görə, bu eyni zamanda həmin yerdə də görünür, bəllidir. Yenə Temps bölməsinə daxil olub, eyni yerə keçid eləyirik. Burada birinci hissə bildiniz ki, ekranda görünməklə əlaqəlidir. İkinci hissə isə onların piktoqramlarının dəyişilməsidir. Burada 2 dənə Recycle bin görmənizin səbəbi biri boş olan zibil qutusudur. Biri isə içində artıq silinmiş olanlardır. Yəni, içində hər hansısa bir məlumat olsa da olmasa da 2 dənə zibil qutusu görürsünüz, empty və full olmaqla. Bu o demək deyil, ekranda 2 dənədir. Sadəcə zibil qutusu burada 2 formada yerləşə bilər. Bunun üstünlüyü, bu fərqi nədir? Normalda zibil qutusu boş olduqda içində heç bir vərəqlər görünmür, düzdür? Bir də deyir ki, nəsə silmisiniz, içinə gəlir vərəqlər düşür də. Vərəq düşməsin, başqa bir işarə kimi görünsün. Onu artıq özünüz təyin edirsiniz. Boş olanda bu formada olunsun, amma içində hər hansı bir silinən məlumat olduqda fərqli bir şəkil olsun. Buna görə də 2 dənəsi burada görünmüş olur. Çünki dolu ilə boşun Recycle binin piktoqramı fərqlidir. Düzdür, zibil qutusu işarəsi eyni olsa da içində vərəqlər olduğuna görə fərqli bir piktoqram sayılır. Baxın, burada diqqət edirsinizsə, kontrol panelin piktoqramı yoxdur, çünki onu dəyişə bilmirsiniz. Gəlin elə zibil qutusu hal-hazırda dolu olanın piktoqramını dəyişək. Change icona daxil olursunuz. Bu, kompüterin özünün təklif elədiyi piktoqramlardır. İstədiyinizi seçib qoya bilərsiniz. Məsələn, burada nəyi seçək? Bu, belə bir işarə var, X. Bunu seçdim, OK kliklədim. Oradakı OK klikləyəndən sonra mütləq burada da onu etmək lazımdır. Baxsaz artıq, baxın, zibil qutusunun piktoqramını dəyişdik. Bir də orada danışmaq istədiyim bir hissə var. Olar ki, siz oradakı şəkilləri yox, özünüzün kompüterinizdə olan hər hansı bir şəkili yerləşdirmək istəyəsiniz. Bunun üçün yenə zibil qutusunu seçin, ya hansı piktoqramı istəyirsinizsə. Seçdikdən sonra Change icon yerinə daxil olub Browse hissəni seçməlisiniz. Browse odur ki, kompüterinizdə olan şəkil faylını buradan özünüz təyin edə bilərsiniz. Məndə şəkil yoxdur deyə seçə bilməyəcəm. Yəni, bildiyiniz hissə Browse-a daxil oldunuz. Harada şəkil varsa kompüterinizdə mütləq uzantı o formada olmalı. Diqqət edin buradakı uzantıya. Bu formada şəkil yaddaşa verilməlidir. JPEG kimi verdikdə adətən bu ekran çıxmayacaq o şəkillər. Yəni, təklif olunma versiya yerində olmayacaq. Burada olan versiya formasına, kitabxana faylı formasına yadda saxladıqda artıq o zaman piktoqram olaraq dəyişə biləsiniz. Yəni, bura diqqət eləməyinizi məsləhət görərdim. Olar ki, kompüterin asılı olaraq dəyişsin. İndi bir də nəyi deyim sizə? Biz zibil qutusunun piktoqramını dəyişmişəm, düzdür? Bunu istəyirsiniz ki, əvvəlki vəziyyətə, əvvəlki piktoqrama gəlinsin.
seçdikdən sonra Restore Default eləyirsiniz. Restore Default odur ki, susma halına geri gətir. Yəni əməliyyat sistemi yüklənən zaman hansı piktogramı idisə, o formaya geri gətirir. OK klikləyirik və gördüyünüz zibil qutusunun piktogramı dəyişilmiş. Beləliklə videomuz yekunlaşdı. Növbəti videolarda görüşənədək.